Nevrozlardan əziyyət çəkən pasiyentlər davamlı təzyiq ölçməyə ehtiyac yoxdur. Çünki bu pasiyent əgər bir həyəcan təşviş sindromu varsa məsələn, təzyiqi onun bir anda 170-ə, 180-ə, hətta 200-ə qədər qalxa bilər. Panik atakdan əziyyət çəkən pasiyent. Amma o demək deyil ki, o gipertoniya xəstəliyi var. O arterial təzyiqdən əziyyət çəkir. Yəni bu səfər başlanılır hipotenziv dərmanlar çox olur. Kardioloqlardan da xəstələr gəlir və yaxud da başqa sahələrdən. Çünki pasiyent özü də çaşır qalır. Gecə yarısı birdən-birə qalxır ki, təzyiqim 180-dir, 200-dür, ölüm qorxusu başlayır və s. Burada təbii ki, birinci növbədə kardioloji check-up olmalıdır. Mütləq kardioqramması, ekokardioqramma və s. rutin analizlər var, onlar olunmalıdır. İnkar olunandan sonra artıq ətraflı anamnıza görə, xəstənin şikayətinə görə biz diaqnoz qoyuruq ki, bəli, bu panik atakdır, bu həyəcan təşviş sindromudur, bu nevrotik pozulmadır, nevrozdur və s. Ona görə də biz artıq deyə bilərik pasiyentə ki, hətta o pasiyentlərə biz qadağa qoyuruq. Qətiyyən təzyiqinizi ölçməyin, tonometri, təzyiq aparatını evdən çıxarın, lazım deyil. Çünki o pasiyentlər psixoloji olaraq çox əziyyət çəkirlər. 5 vahid, 10 vahid təzyiq qalxdı, endi onu bir dərd edirlər. Doktor, mənim təzyiqim 110 idi, 120 oldu, 120 idi, 130 oldu. Amma heç bir kardioloji patologiyası yoxdur və o pasiyentin hipotenziv dərmana ehtiyacı yoxdur, təzyiq dərmanına. O pasiyentə ancaq sakitləşdirici, ola bilər sedativ bir bitki tərkibli, ola bilər antidepressant və s. hər xəstəyə uyğun seçilir. Ona görə biz artıq seçim edib veririk və pasiyentin təzyiqi normal olur. Və yaxud çox vaxtı da olur ki, kardioloji müalicə illərlə pasiyent alır, təzyiqi heç bir dərmandan korreksiya olunmur. Korreksiya yəni təmzimlənə bilmir bu dərmanla. Ancaq bir dərman sakitləşdirici verirsən, pasiyent o saat dərhal özünə gəlir. Rasim doktora çox rastlaşıb belə pasiyentlərlə. Yəni onu sadəcə olaraq ancaq biz düzgün belə deyim də